Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Sığorta vaxtını izləyirsiniz. Bugün studiyamızda insan həyatına birbaşa təsir edən mövzu haqqında danışacağıq. Orqan transplantaciyası və icbari tibbi sığorta ilə müalicə imkanları. Transplantasiya bəzən sadəcə müalicə deyil, bildiyiniz kimi yeganə çıxış yoludur və hazırda icbari tibbi sığorta ilə qaraciyər, böyrək və sümük ilə transplantasiyaları mümkündür. Bu da yüzlərlə ailə üçün real dəstək deməkdir. Eyni zamanda bildiyiniz kimi ölkədə bu yaxınlarda ürək transplantasiyası da həyata keçirilmişdir. Bu da o deməkdir ki, bu sahədə tibbi imkanlar genişlənir və yeni mərhələyə keçid baş verir. Mövzumuz da qeyd etdiyim kimi orqan transplantasiyası ilə bağlıdır və studiyamızın qonağı cərrah transplantoloq Mircəlal Kazımidir. Mircəlal doktor, hər vaxtınız xeyir olsun, xoş gəlmisiniz. Əvvəlcə mövzunu sadə dildə izah etmək istəyirəm izləyicilərimizə. Ümumiyyətlə, orqan transplantaciyası dedikdə nə nəzərdə tutulur və hansı hallarda zərurət yaranır? Mən də sizi salamlayıram. Əvvəla dəvətiniz üçün təşəkkür edirəm sizə. Həqiqi mənada ciddi bir mövzudur və insanları hər zaman maraqlandıran, biraz əvvəl sizin qeyd elədiyiniz kimi də insanlara həyatda qalması üçün bir yoldur. Bəzən mən özüm də xəstələrlə, ailələrlə görüşdüyümüz zaman qeyd edirəm ki, orqan transplantasiyası xəstələrin həyatda qalması üçün ailələr və həkimlər tərəfindən verilən bir şans əməliyyatıdır. Yəni, bir daha xəstələrin həyatda qalması üçün şans verilir. Ümumiyyətlə, orqan transplantasiyası deyildiyi zaman bütün orqanların transplantasiyasından söhbət gedmir. Və orqan transplantasiyası ciddi və həyatda qalma əməliyyatı olduğu üçün insanların sağlamlığı üçün ən axırıncı seçənəkdir, ən axırıncı yoldur. Çünki orqan transplantasiyası, transplantasiya olunacaq orqanın cərrahi və yaxud da ki, hər hansı bir tibbi, medikamentoz yolla müalicəsi mümkün olmadığı zaman, orqan son mərhələyə gəldiyi zaman, sıradan çıxdığı zaman, orqanın yenisi ilə əvəz olunması bir prosesidir və həyatı vacib orqanlar transplantasiya olunur. Bunlar gözün buynuz qışasıdır, ürək, ağciyərlər, böyrək, qaraciyər, bədaltı vəzi kimi orqanlar transplantasiya olunur. Bu orqanlar həyatı vacib orqanlardır. Yaxşı yerə toxundunuz. Əslində insanlar qaraciyər, böyrək ən çox belə deyək də tanınmış əməliyyatlardır. Daha hansı orqan transplantasiyaları olur? Elə sizə bu sualı verəcəkdim. Cavabını verdiniz. Gəlin bir də bu qərarın nə vaxt verildiyinə baxaq. Nə zaman məsələn siz xəstələrə deyirsiniz ki, sənə qaraciyər və yaxud da böyrək transplantasiyası lazımdır? Yəni tibbi dildə desək, tibbi göstəriş nə zaman ehtiyac olur? Təbii ki, son mərhələ, yəni artıq istənilən tibbi müdaxilənin, müalicənin yeri olmadığı, faydası olmadığı zaman orqan transplantasiya əməliyyatına gedilir. Onsuz da bu xəstəliyin istər qaraciyər çatışmazlığı, istər ürək çatışmazlığı, böyrək çatışmazlığı olmuş olduğu zaman bu xəstəlik son mərhələ böyrək çatışmazlığı, son mərhələ qaraciyər çatışmazlığı və yaxud da son mərhələ ürək çatışmazlığı kimi diaqnozlar qoyulduqdan sonra transplantasiya əməliyyatına müraciət olunur. Transplantasiya olunmaq üçün də təbii ki, ailələr üçün ciddi qərardır, amma başqa şansı olmayan bir əməliyyatlardır. Çünki bir növ bu əməliyyatlar xəstə ya transplantasiya olunmalıdır, ya da transplantasiya olunmalıdır. Belə bir deyim də var. Başqa bir çarə yoxdur. Başqa bir yolu yoxdur. Bəs o son həddə gətirməmişdən öncəki etapları əslində danışmaq istəyirəm. Necə etmək lazımdır ki, o sonuncu həddə gəlinməsin? Bilirsiniz, bu bəlkə qidalanma ola bilər, fiziki aktivlik ola bilər. Yəni nəyə görə ehtiyac yaranır ki, bir insan? İndiki dövrdə, istər Azərbaycanda, istərsə bütün dünyada olduğu kimi, xəstəliklərin sayı artma istiqamətindədir. Bu xəstəliklərin sayının artmasının bir neçə səbəbləri var. Bu səbəblərdən biri də həmin dövlətdə, ölkədə, eyni zamanda bizim ölkəmizdə də səhiyyə sisteminin inkişafı, səhiyyə sisteminin inkişafı ilə əlaqədar olaraq diaqnozların vaxtında qoyulması, xəstələrin xəstəxanaya müraciət sayının artması, son dövrlərdə icbari tibbi sığortanın demək olar ki, bütün sahələri əhatə edən xidmətlər zərfi ortaya çıxdıqdan sonra artıq xəstələrin də rahat bir şəkildə xəstəxanaya müraciətlərin sayı da artıb, bütün sahələr üzrə. Ona görə də bu diaqnostikanın nəticəsində bu xəstəliklərin ortaya qoyulmasının tezliyi də artmış olur. Təbii ki, buna hər nə qədər insanlıq, bəşəriyyət inkişaf eləmiş olsa da, istər texnoloji baxımdan, istərsə də elmi baxımından bunun yanında gətirəcəyi mənfi tərəflər də var. Bunlar yeni xəstəliklərin ortaya çıxmasına səbəb olur. Xüsusilə qidalanma, stres, əhalinin yaşayış tərzi bu xəstəliklərin gətirib çıxarmasına səbəb olur. Xüsusilə mən hər fürsətdə bunu qeyd edirəm. Təəssüflər olsun ki, aşırı dərəcədə alkoqollu içkilərin, tütün məhsullarının, enerji içkilərinin
aşırı istifadəsi, digər tərəfdən keyfiyyəti aşağı olan qidaların, xüsusilə də bunlar fast food dediyimiz tez hazırlanan, mənşəyi bəlli olmayan keyfiyyətsiz yağlarda qızardılan, bişirilən məhsulların istifadəsi təbii ki, orqan çatışmazlığına səbəb olur. Bunun içərisində həm qaraciyər, həm böyrək, həm də ürək çatışmazlığı və digər orqanların zədələnməsinə səbəb olur. Məsələ burasındadır ki, bir orqanın çatışmazlığı tək həmin orqanın yetməzliyi ilə məhdudlaşmır. Digər orqanlara da sıçrayır bu bəla. Bütün orqanizmi sıradan çıxardır. Tutalım ki, xəstədə hər hansı bir insanda ürək çatışmazlığı varsa, bu təbii ki, bütün orqanizmə, bütün vücuduna sirayət edir. Qaraciyər çatışmazlığı varsa, böyrək çatışmazlığı varsa analoq şəkildə bütün orqanizm mənfi mənada öz nəsibini almış olur. Bəs xəstənin transplantasiyaya gedən yolunda qiymətləndirmə, o uyğunluq məsələsi necə tapılır? Yəni əsas meyarlar nədən ibarətdir? Xəstə orqan çatışmazlığı olduğu zaman artıq transplantasiya olunacaq tibb müəssisəsinə müraciət edir. Yəni həkiminə müraciət edir. Burada ilk növbədə xəstənin əməliyyata ehtiyacının var olub-olmaması, əgər əməliyyata ehtiyacı varsa, əməliyyatın təcilliyi və yaxud da ki, müəyyən zaman gözləmə payının olub-olmaması baxımından dəyərləndirilir. Digər tərəfdən, əgər xəstənin həqiqətən də orqan transplantasiyasına ehtiyacı varsa, bu zaman xəstənin yanaşı problemlərin var olub-olmaması. Tutalım ki, xəstədə qaraciyər sirrozu və yaxud da ki, böyrək çatışmazlığı var, transplantasiya olunmalıdır. Amma paralel olaraq elə bir ciddi ürək qüsuru və ya elə bir ciddi ürək çatışmazlığı olar ki, bu xəstə əməliyyatın ağırlığını, əməliyyatın stresini, əməliyyatın yükünü qaldırmaya bilər. O situasiyalarda siz əməliyyat eləmirsiniz onda? Təbii ki, bu baxımdan xəstə kompleks olaraq dəyərləndirilir. Həm orqan çatışmazlığı baxımından, həm də orqanizmin transplantasiya əməliyyatını qaldırıb-qaldırmaması baxımından. Bu məsələ həll olduqdan sonra təbii ki, gündəmə xəstənin əməliyyat oluna bilməsi üçün olmazsa olmaz xəstənin donorun olmasıdır. Əsas məsələ və ən həssas mövzu. Təbii ki, yəni xəstənin ailəsindən, yaxınlarından, qohumlarından, tanışlarından bir nəfər könüllü olan bir şəxs, təbii ki, burada qeyd eləmək istəyirəm, burada təmənnasız olur bu işlər, bu bəxşişdir. Orqan donor olmalıdır ki, xəstə əməliyyat oluna bilsin. Bir növ hər hansı bir cihazın ehtiyat hissəsində olduğu kimi, tutalım ki, bizim avtomobildir və yaxud evdə hər hansı bir məişət cihazı xarab olduğu zaman ona ehtiyat hissəsi olmalıdır ki, həmin cihaz fəaliyyətə başlasın. İnsan orqanizmi də o şəkildədir. Onun donor olmalıdır ki, ehtiyat hissəsi olsun ki, o əməliyyat olub transplantasiya oluna bilsin. Amma bütün xəstələrimiz şanslı deyil. Bəzən dırnaq arası qaraciyər və böyrək çatışmazlığı olan xəstələri bir növ mən şanslı xəstə adlandırıram. Çünki bunların canlı donor şansı var. Amma ürəkdir, gözün buynuz qışasıdır və digər orqanlar var ki, bunların canlı donor şansı yoxdur. Bir mənalı olaraq bu xəstələr meyitdən alınmış orqanlarla transplantasiya olunmalıdır. Əslində yaxşı yerə toxundunuz. Bunu soruşacaqdım sizdən. Canlı donor və meyitdən olan, belə deyək də, meyit donor anlayışı var tibbdə. Ümumiyyətlə bunları izah edə bilərsinizmi bizə? Və bir də o yerə də toxunarıq ki, ötən ildə Azərbaycanda ilk dəfə meyitdən donor köçürülmüşdü, orqan köçürülmüşdür. Bu da bir ilk idi Azərbaycan üçün. Bu haqqda da daha sonra danışarıq. Təbii ki, insan orqanizmi elə yaradılıb ki, bu orqanlarımız çox dəyərlidir, çox qiymətlidir. Hər baxımdan, fəaliyyəti baxımından, bizi ayaqda saxlama baxımından, bizi həyatımız davam edilməsi baxımından. Amma təəssüf ki, ehtiyat hissəsi yoxdur. Ehtiyat hissəsi də biraz əvvəl qeyd edildi ki, donorlardır. Canlı donorlardan və meyit orqanlarından alınmış donorlardan. Bizim insan orqan toxumalarının transplantasiya haqqında qanun 1999-cu ildə imzalanmış qanun idi. Amma 2008-ci ildən ki, biz artıq Azərbaycanda eyni zamanda regionda orqan transplantasiya əməliyyatlarına başladıq. Burada bu qanunda bəzi əksikliklər ortaya çıxdı və bir neçə il əvvəl cənab prezident tərəfindən bu qanun tamamilə yeniləndi və yeni qanun imzalandı. Bu qanunda ən əsas müddəalardan biri canlı donorlara işinin rahatlaşması ilə paralel olaraq meyit orqanlarından, meyitlərdən alınmış orqanların transplantasiyasına daha geniş bizə yer verdi. Əslində bizim qanunumuz dünya praktikası olan qanunlardan deyərdim ki, ən humanist qanunlardan biridir. Çünki burada canlı donorların olması üçün hər hansı bir qəti məhdudiyyət qoyulmayıb. O baxımdan ki, xəstənin tək yaxın qohumu deyil, yaxın qohumu, uzaq qohumu və yaxud da ki, emosional bağı olan insanlar da orqanlarını xəstəyə verə bilər. İnsan verə bilər, əgər uyğunluq varsa. Yeganə meyar könüllülükdür, təmənnasızlıqdır və bəxşişdir. Bu olduğu təqdirdə, əgər xəstənin donoru onun uzaq qohumu və yaxud qohumu deyilsə, Səhiyyə Nazirinin nəzdində yaradılmış transplantasiya
üzrə etika komissiyasına xəstələr göndərilir, donorlarla birlikdə. Etika komissiyasının razılığı olduğu zaman mərkəz onu transplantasiya edə bilər. Əgər rədd cavabı çıxarsa, mərkəz transplantasiya eləyə bilməz. İkinci alternativ donor hovuzu meyit orqanlarıdır, hansı ki, beyin ölümü həyata keçmiş şəxslərdən alınan orqanlarıdır. Bu da yenə qeyd edəcəm, bu da bəxşişdir, bu da hədiyyədir. Biz sağlığımızda orqan donorluğu və transplantasiya koordinasiya mərkəzinin sənədləşməsi var. Asan imza üzərindən də bunu eləmək olar. Eyni zamanda həmin mərkəzə gedib orada da sənədləri imzalamaq olar. Biz hər birimiz sağlığımızda orqanlarımızın hamısını və yaxud da seçdiyimiz orqanımızı hədiyyə edə bilərik və beyin ölümü həyata keçdikdən sonra bizim orqanlarımız ehtiyacı olan xəstələrə istifadə olunur və yaxud da ki, əgər biz hər hansı bir bəyan eləməmişiksə, beyin ölümü olduqdan sonra xəstənin yaxınlarından, ailə üzvlərindən icazə alınmaq şərtinin orqan transplantasiyası olunur. Çox gözəl qeyd elədiniz. 2025-ci ildə tək ölkəmizdə deyil, regionda ilkə imza atıldı. Bu tam bu günə təsadüf eləyir. 6 fevral 2025-ci ildə. Nə gözəl təsadüfdür. 2026 fevralda ilk dəfə olaraq ölkəmizdə və regionda meyit orqanı alındı və qaraciyər transplantasiya ilə bu işə start verildi. İlk qaraciyər transplantasiya meyitdən icra olundu. Onu da qeyd edim ki, canlı proqramda regionda ilk dəfə bizim ölkəmiz, bizim səhiyyəmiz tərəfindən icra olunub və ondan sonra isə Səhiyyə Nazirinin nəzdində fəaliyyət göstərən orqan donorluğu və transplantasiya koordinasiya mərkəzinin sözün əsl mənasında işi sayəsində beyin ölümünün diaqnozu qoyulmağa başlandı. Xəstəxanalarda, mənbə xəstəxanalarında reanimatoloqlarla mütəmadi günü bu gün daxil olmaqda treninqlər aparıldı və aparılır. Beyin ölümünün diaqnozu qoyulması üstündə bütün işlər bitdikdən sonra bu günə qədər artıq 11 beyin ölümü həyata keçmiş meyitdən orqan transplantasiya icra olundu. Onun ardınca olan beyin ölümü olan şəxsdən böyrəklər də alındı, böyrək transplantasiya icra olundu ölkəmizdə və regionda və keçən ilin oktyabr ayında bizim səhiyyəmizin qürurlu bir tarixidir. Meyitdən alınmış ürək transplantasiyası uğurlu bir şəkildə ehtiyaclı olan xəstəyə köçürüldü və xəstə hal-hazırda günü bu gün belə də sağlam vəziyyətdə öz həyatını davam eləyir. Beyin ölüm məsələsi belədir. Çox yanlış bir fikirlər var ki, nə bilim morqlardan orqanları çıxartdılar, qəbirləri açdılar, orqanları çıxartdılar, satdılar, köçürtdülər. Bunlar təbii ki, sözün əsl mənasında ağ yalandır. Bu mümkün deyil. Meyit orqanlarının istifadə olunması üçün şəxsin beyin ölümü ixtisaslaşmış tibb müəssisəsinin reanimasiya şöbəsinə diaqnoz qoyulmalıdır. Yəni, orada yatan xəstə hər hansı bir səbəbdən avtomobil qəzası olsun, travma olsun, yüksəkdən yıxılma olsun, beyinə qansızma olsun, diaqnozundan asılı olmayaraq xəstə reanimasiya şöbəsinə bir kere müalicə üçün aparılıb ora. Gedişatda xəstənin əgər beyin ölümü baş vermiş olarsa, bizim qanunvericiliyə görə bir neçə mütəxəssisin iştirakı ilə ayrı-ayrılıqda beyin ölümü diaqnozu təsdiqlənir. Təsdiqləndikdən sonra 24 saatdan sonra bu diaqnoz bir daha test edilir və əmin olduqdan sonra ki, bəli, artıq bu xəstə beyin ölümü olub, xəstəxana orqan donorluğu və transplantasiya koordinasiya mərkəzinə məlumatı ötürür ki, bizim xəstəxanamızda beyin ölümü diaqnozu qoyulmuş xəstə var. Həmin mərkəzin koordinatorları xəstəxanaya gəlir və beyin ölümü diaqnozu olduqdan əmin olub, bütün hüquqi sənədlər tamamlandıqdan sonra ailə görüşməsini eləyirlər. Əgər ailə görüşməsi müsbət olarsa, yəni ailə orqanı bağışlaması baxımından müsbət yanaşarsa, orqanları bağışlayarsa, ondan sonra koordinatorlar gözləmə siyahısında olan xəstələrə müvafiq olaraq transplantasiya olunacaq tibb müəssisəsi və həkimlərlə irtibata, əlaqəyə keçirlər. Ondan sonra isə transplantasiya həkimlər bu işin içinə daxil olmuş olurlar və müvafiq xəstə çağırılır, hazırlanılır, qısa müddət ərzində transplantasiya əməliyyatı icra olunur. Xatırlayıram, ötən il bu məsələ müzakirə ediləndə, meyitdən orqan köçürülməsi məsələsi müzakirə ediləndə bir neçə nəfər hətta gəldi ki, mən öz orqanlarımı bağışlamaq istəyirəm. Ümumiyyətlə, gəlin elə buradan səslənəydi. Bunu etmək istəyən insanlar hara müraciət etməlidirlər? Bəlkə onlayn şəkildə hansısa bir siyahıya yazmalıdırlar, müraciət etməlidirlər. Necə olur bu prosesi izah edərdiniz? Belə deyim sizə, biz təbii ki, bütün media kanalları ilə, sizinlə şəxsən özünüzlə də biz heç efir xaricində bunu müzakirə eləyəndə, efirdə olduğumuz zamanda biz bunu daim müzakirə eləmişik və beyin ölümü diaqnozu qoyulduqdan sonra orqanların bağışlanmasının cəmiyyətə, dövlətə
vətəndaşa nə qədər faydalı bir iş olduğunu dəfələrlə qeyd eləmişik və bu günə qədər artıq orqan donorluğu və koordinasiya transplantasiya mərkəzində artıq 2000-ə yaxın insan könüllü orqanlarını bağışlayıb və öz adlarını qeyd edib. Çox asan bir şeydir. Bunu onlayn olaraq odtkm.gov.az saytı üzərindən asan imza ilə hər bir vətəndaş bu bağışı eləyə bilər. Digər tərəfdən orqan donorluğu və transplantasiya koordinasiya mərkəzi Bakı Sağlamlıq Mərkəzinin binasında yerləşir, orada fəaliyyət göstərir. Vətəndaş özü də gedib ora müraciət edib müvafiq formu doldura bilər. Bu konfidensialdır. Heç kim bunu bilmir, heç kim bunu görmür və hər birimiz bunu etdiyimiz zaman bu gizli qalır. Heç kimsənin xəbəri olmur. Beyin ölümü olduqdan sonra belə bir bəyanın olub-olmadığı artıq koordinasiya mərkəzi tərəfindən görülür. Onun xaricində heç kimsə bunu görmür. 18 yaşını doldurmuş, 18 yaşından böyük olan hər bir fərd bu addımı ata bilər. Mən düşünürəm ki, atmalıdır da. Nəyə görə? Çünki bizim heç birimizin sığortası yoxdur ki, biz ətrafımızdakılar və yaxud da biz özümüz orqan çatışmazdan əziyyət çəkərik və donora ehtiyacımız olar. Biz orqanlarımızı bağışlamasaq, ehtiyacımız olduğu zaman biz bunu heç kimdən umma bilmərik. Biz bağışlamalıyıq ki, bizə də o paydan pay düşsün. Donordan danışdıq, əslində resipiyentdən də danışmaq lazımdır. Yəni, həm orqanını verən şəxs və orqanı köçürülən şəxs, hər iki şəxs üçün də əməliyyat icbari tibbi sığorta ilə qarşılanır. Biraz əməliyyatın mərhələləri barəsində danışmaq istəyirəm. İlk bu əməliyyatın mərhələləri barədə danışmazdan əvvəl onu qeyd etmək istəyirəm ki, mən 2008-ci ildən Azərbaycanda orqan transplantasiya sahəsində çalışıram və əməliyyatları icra edirəm. Məsələ burasındadır ki, icbari tibbi sığortanın xidmətlər zərfinə orqan transplantasiya daxil olmamışdan əvvəl bizim əməliyyat ola bilən xəstələrimizin sayı məhdud idi. Çünki bu artıq birbaşa maliyyə problemi idi. Xəstələrin donorları var idi, əməliyyat olunmaq istəyirdilər, olunmalıydilər, amma maliyyə baxımından əməliyyatı icra oluna bilmirdi. İcbari tibbi sığortanın xidmətlər zərfinə orqan transplantasiya daxil olduqdan sonra artıq vətəndaşlarımızın istənilən sosial təbəqəsindən olan insanlar orqan transplantasiya əməliyyatına rahat bir şəkildə gəlib olunurlar. Yetər ki, donorlar olsun. O transplantasiya mərkəzinə müraciət etməlidirlər. Proses olaraq, də izah edək. sistematik proses olaraq hadisə belə olur. Burada iki yolu var. Birincisi, xəstə transplantasiya olunacaq mərkəzə, yəni həkiminə müraciət eləyir. Müraciət olunduqdan sonra, biraz əvvəl qeyd elədiyim ki, müayinələr bitdikdən sonra müvafiq sənədləşmə mərkəz tərəfindən aparılır və əgər canlı donor varsa, orqan donoru üzrə koordinasiya mərkəzinə müvafiq sənədləşmə ilə xəstə gedir. Yox, əgər donor yoxdursa, orqan həmin transplantasiya koordinasiya mərkəzində gözləmə siyahısı var. Yenə də mərkəzin göndərişi ilə həmin koordinasiya mərkəzində növbəyə adı yazılır, növbəyə durur və orqan gözləyir. İkinci yol isə xəstə bəzən koordinasiya mərkəzinə birbaşa müraciət edir. Koordinasiya mərkəzinə müraciət elədiyi zaman oradakı koordinatorlar müvafiq sənədləşməni apardıqdan sonra xəstənin hansı tibb müəssisəsində və hansı həkimə əməliyyat oluna bilməsi üçün seçimi təqdim edirlər. Xəstə həkim seçməkdə, xəstəxana seçməkdə azaddır. İstədiyi həkimi seçir, seçdikdən sonra isə koordinasiya mərkəzi xəstəni həkimin seçmiş tibb mərkəzinə yönləndirilir ki, müvafiq müayinələrdən və sənədləşmədən keçib təkrar koordinasiya mərkəzinə müraciət eləsin. Canlı donoru olan insanlarda əgər onun donoru uzaq qohum və ya qohumu deyilsə, koordinasiya mərkəzinin vasitəsilə etika komissiyasına yönləndirilir. Etika komissiyasında qərarı ilə təkrar həmin prosedur geri qayıdaraq mərkəzə xəstə transfer olunur. Əgər razılıq varsa koordinasiya etika komissiyasının bu zaman xəstə əməliyyat oluna bilir. Həqiqətən də sözün əsl mənasında İstər koordinasiya mərkəzi, istərsə etika komissiyası transplantasiya mərkəzlərinin işini xeyli yüngülləşdirmiş, xeyli rahatlaşdırmış oldu. Çünki hüquqi sənədlərin hazırlanması koordinasiya mərkəzi üzərində və legal, illegal donor resipient məsələsi isə etika komissiyasının həll olduğuna görə artıq transplantasiya mərkəzləri tamamilə şəffaf bir prinsipə işini o istiqamətdə daha da rahatlatmış oldu. Digər tərəfdən xəstələr təbii ki, müayinə olunmalıdırlar və müayinə olduqdan sonra transplantasiya qərarı verilir. Canlı donor olduğu zaman isə koordinasiya mərkəzinə təkrar sənədlər geri gəlinir, razılıq olduqdan sonra
icbari tibbi sığortanın xidmətlər zərfi ilə transplantasiya əməliyyatı icra olunur. İcbari tibbi sığortanın zərfinə həm donorun əməliyyatı, həm də resipiyentin əməliyyatı. İstər canlı donordan olsun, istər meyit orqandan olsun, donordan olsun. Hər ikisi daxildir və vətəndaş sözün əsl mənasında hər hansı bir quruma, hər hansı bir həkimə ödəniş etmədən əməliyyatını icbari tibbi sığorta hesabına olunur. Mircəlal doktor, təşəkkür edirəm sistemi izah etdiyiniz üçün. İndi mövzuya belə deyək, insan tərəfindən, vətəndaş tərəfindən baxaq. Qısa bir videomuz var, onu izlədikdən sonra canlı yayımımız davam edəcək. Bir gün mənə zəng gəldi ki, qızımızın halı pisləşib. Gördüm ki, uşaq saralıb, qarnına su gəlib. Bir ailənin 2 övladı eyni zamanda qaraciyər çatışmazlığından əziyyət çəkirdi. Çox təəssüflər olsun ki, müayinə nəticəsində hər 2 uşaqda Wilson xəstəliyinə bağlı gecikmiş mərhələ qaraciyər sirrozunun var olduğu aşkarlandı. Bizə bildirdi ki, həqiqətən də uşağa qaraciyər köçürülməlidir, təcili sürətdə. Deyir, doktor, bəs necə olacaq? Deyirəm, nə, ödəniş necə olacaq? Bunu soruşa deyirəm, xeyr, heç bir şey ödəməyəcəksiniz. Çünki artıq 2 ildən çoxdur ki, icbari tibbi sığortanın xidmətlər zərfinə orqan transplantasiya əməliyyatları tamamilə ödənişsiz xəstələrə dövlət tərəfindən bu əməliyyatlara icra olunur. İstədiyimiz ailədən bir nəfərin yaxınlardan donor olmasıdır. Ruslan ilk əməliyyat olundu, onun yaxın qohumu donor oldu, rahat bir şəkildə evə göndərildi. Bu da ailə üçün bir təcrübə oldu ki, həqiqətən də ödənişli şəkildə dövlət hesabına əməliyyat olundular. Şükür Allahıma, yaxşıdır Ruslan. İkinci qızı, övladı, qızı olan Nazlı 16-17 yaşında əməliyyata hazırlandı. Və buna da xalası Allah kömək olsun, donorların sayəsində yaşayırlar. Vallahi mənim hər 2 evladım da. Bu müayinələrdən sonra xalanın da donor olması qərarı verildi və əməliyyat icra olundu. Dövlətimiz sağ olsun, icbari tibbi sığorta sağ olsun. Yəni bu uşağın da əməliyyatın sığortamız qarşıladı, dövlətimiz qarşıladı. Nazlı da qardaş kimi evdədir. Reabilitasiya dövrünü keçiblər və keçməkdə davam edirlər. Hər hansı bir problemləri yoxdur. Orqan transplantasiya sözün əsl mənasında həyat qurtarıcı bir əməliyyatdır. Amma hər nə qədər həyat qurtarıcı əməliyyat desək də, hadisə gəlib maddiyyata dayanır. Bu əməliyyatlar ciddi mənada bahalı əməliyyatlardır. Tək əməliyyatla hadisə bitmir. Əməliyyatdan sonraki dövr var, əməliyyatdan əvvəlki hazırlıqlar var. Bütün bunlar hamısı şükür Allaha ki, artıq dövlətimiz tərəfindən icbari tibbi sığorta xidmətlər zərfində qarşılanır. Şükürlər olsun Rəbbimə və həkimlərimizə dərin təşəkkürümü bildirirəm. Sığortamız da olmasaydı, bəlkə heç mənim 2 evladımın heç biri həyatda olmazdı. Yəni, bugün xoşbəxtəm ona görə ki, balalarım yanımdadır. Orqanlarımıza bizim o dünyada deyil, bu dünyada ehtiyac var. Orqanlarımızı bağışlayaq, insanlarımızı həyata qaytaraq. Mircəlal doktor, videodan da gördüyümüz kimi siz bu ailəni yaxından tanıyırsınız. Burada həm bacı, həm qardaş orqan transplantasiyası olubdur. Ümumiyyətlə deyə bilərsinizmi, necə olur ki, bir ailədə 2 insana da orqan transplantasiyası lazım olur? Bu anadan gəlmə bir anomaliyadır-mı, yoxsa necə? Çünki baxırıq ki, uşaqlar da balaca uşaqlardır. Bizim ümumiyyətlə təcrübəmizdə 1500-ə yaxın insan üzərində biz orqan transplantasiya eləmişik. Artıq bu günə qədər, sırf bizim mərkəz tərəfindən. Xəstələrimiz çeşidləri müxtəlifdir. Var. Ailənin uşaq xəstələr var. Məsələn, bu ailədə həm bacısı, həm qardaşı, yəni ailənin 2 uşağı, hər ikisi qaraciyər sirrozundan əziyyət çəkən xəstələrdir. 2 qardaş elədiklərimiz var. Ailənin 2 uşağına transplantasiya eləmişik. Xüsusilə qeyd elədim ki, bunlar uşaq xəstələrdir və ailəvi genetik xəstəliklərdir. Xüsusilə də qohum evlilikləri və yaxud da ki, qohum evliliyi olmayan ailələr də var ki, bu ailələrdə genetik xəstəliklər orqan çatışmazlığına səbəb olublar. Məsələn, bu ailədə, videosunu gördüyümüz ailədə birinci qardaşına transplantasiya eləmişdir. Ruslan adında oğlandır. Sonra Nazlı qızımıza, bacısına transplantasiya elədik və bunlar da icbari tibbi sığorta ilə icra olunan əməliyyatlardır. Onun xaricində ailənin, məsələn, bu yaxınları transplantasiya elədiyimiz var. 2 qardaşdır, hər ikisinə transplantasiya eləmişik. Onlar da ailəvi təəssüf ki, yoluxan hepatit B-yə bağlı qaraciyər sirrozundandır.
İlk elədiyimiz qardaşın transplantasiyası təqribən bir 10 il əvvəl icra olunmuşdu. İkinci qardaşın da hepatit B-yə bağlı qaraciyər sirrozu bu yaxınlarda əməliyyat olundu. Ailənin məsələn elə üzvləri var ki, həyat yoldaşları şəkərə bağlı, diabetə bağlı böyrək çatışmazlığından əziyyət çəkən xəstələr Yəni vardır. hansısa xəstəliyin fonunda yaranır. Təbii ki, bir məna olaraq. orqan Bir də maraqlı transplantasiya. tərəf odur ki, bəzən təzadlar da var. Ailələr də bəzən zarafat edir öz arasında ki, mənim bəxtim gətirir, sənin bəxtin gətirmədi. O baxımdan ki, məsələn, biraz əvvəl dediyim iki qardaş qaraciyər transplantasiyonu hepatit B-yə bağlı və hətta ki, ər-arvad böyrək köçürülməsi, onlardan birinin əməliyyatı ödənişli olmuşdu. İkincisinin əməliyyatı icbari tibbi sığorta hesabına əməliyyat olmuşdu. Bəli, icbari tibbi sığortaya qeyd edilir ki, 2023-cü ildə xidmətlər zərfinə əlavə edildi. Qaraciyər, böyrək və sümük ilə transplantasiya. Qeyd edim ki, bu əməliyyatlar limitli şəkildə həyata keçirilir. Qeyd etdiyim kimi 100, 150 və 20 sayda əməliyyat icbari tibbi sığorta ilə həyata keçirilir. Amma mən sizə tam inandırım ki, tam məsuliyyətlə deyim ki, videosu gedən ailə ki var, həm bacısı, oğlana, həm qıza qaraciyər transplantasiyası eləmişik. İcbari tibbi sığorta olmasaydı, o ailənin heç bir üzvü transplantasiya oluna bilməzdi. Yəni, sosial təbəqələrin bütün hissə təbəqəni icbari tibbi sığorta əhatə edir. Nə gözəl, bunu eşitmək çox xoşdur. Bir sual da vermək istəyirəm sizə. Bəzən eşidirik ki, orqan transplantasiyası edildi, amma əməliyyatdan sonra orqan düşmür. Bunu daha öncədən, yəni əməliyyatdan öncəki analizlərdə və s. bilmək olmazmı ki, bu qaraciyəri və yaxud da böyrəyi həmin şəxsə düşməyəcək? Və düşmədiyi halda nə edilir? İkinci dəfə əməliyyat edilir. Əməliyyatdan əvvəlki periyodda təbii ki, istər xəstə, istər donor müayinə olunurlar. Və yaxud da ki, meyid orqan olmuş olsa belə, yenə də donor namizədi, beyin-ülmü həyata keçirmiş şəxsin transplantasiya üçün bütün müayinələrdən keçirilmiş olurlar. Əməliyyatdan əvvəlki dövrdə hər hansı bir səbəbdən, tutaq ki, böyrək transplantasiyasıdırsa, toxum uyğunluğu uyğun gəlmirsə və yaxud ki, qaraciyər transplantasiyasıdırsa, bizim yetərli qədər xəstəmiz var, anatomik olaraq və yaxud da ki, hər hansı bir qaraciyərin ölçüsü kiçikliyinə baxımından, həcm olaraq, əgər uyğun gəlmirsə transplantasiya, bu zaman təbii ki, bir məna olaraq transplantasiya əks göstəriş yaranır və bu əməliyyat icra olunmur. Amma əməliyyatdan sonraki dövrdə orqanın orqanizmdə tutunması, orqanın orqanizmdə fəaliyyət göstərməsinin səbəbi çox müxtəlifdir. Yəni, müxtəlif səbəblərdən orqanın gələcək fəaliyyəti orqanizmdə baş verməyə bilər. Mən özüm də şəxsən xəstələrə, ailələrlə görüşüb, əməliyyatdan öncə izah eləyəndə bunları, deyirəm ki, orqanın orqanizmdə fəaliyyət göstərməsi, xəstənin həyatda sağlam qalması səbəbləri 3 qismə ayrılır. Birinci, həkim və tibb personalına aid olan məsələlər. İkinci, ailəyə aid olan məsələlər. Üçüncü, xəstənin özünə bağlı olan məsələlər. Tibb personalları xəstəxana və yaxud da ki, ailə istənilən qədər hər bir işi yüksək səviyyədə həyata keçirmiş olsa da, xəstə özü-özünə baxmazsa, deyilənləri yerinə yetirməzsə, vaxtı-vaxtında kontrollara gəlməzsə, dərmanları vaxtı-vaxtında qəbul etməzsə, dərmanların dozası ilə, bəzən var belə xəstələrimiz. Hal-hazırda gənc bir qızımız var əlimizdə, qaraciyər transplantasiyonu təqribən 6 il əvvəl xəstə dərmanlarını içməyib, hal-hazırda transplantasiya olunan orqan sıradan çıxıb yəni, ömürlük həmin o dərmanları içməlidir. Bir məna olaraq o dərmanları xəstə ömürlük olaraq qəbul etməlidir, uzun müddətə. Əslində, burada faciə bir şey yoxdur. Bizim ətrafımızda, ailəmizdə insanlar var, şəkər xəstəsidir, qalxına bənzər vəzi, belə deyək, xalq içində zob xəstəsidir, təzyiq xəstəsidir. Bunlar mütəmadi dərman içirlər, düzdürmü? Bəli. Orqan köçürmüş xəstələrdə həmin qaydalar gündə 2 və yaxud da ki, 1 dəfə olmaq şərti ilə bu dərmanlarını qəbul edəcək. Hansı ki, bu dərman qəbulu ağızdandır, tablet şəklindədir və xəstənin həyat fəaliyyətinə, komfortuna heç bir şəkildə pozmur. Ona görə də transplantasiya olunmuş orqanın qorunması, xəstənin normal həyatına davam etməsi üçün 3 faktorun, yenə təkrar edirəm, həkim, tibb müəssisəsi, ailə və xəstənin özü. Bu vəhdət şəklində fəaliyyət göstərilməlidir və xəstənin də baxımı mütəmadi aparılmalıdır ki, həm köçürülən orqan uzun müddətli yaşasın, həm də ki, xəstə həyatda qalıb keyfiyyətli ailəsinə, cəmiyyətinə faydalı bir fərd olaraq davam eləsin. Canlı yayımızın artıq son dəqiqələrinə yaxınlaşırıq. Son olaraq belə sualı vermək istəyirəm. Az öncə də qeyd etdik ki, bu yaxınlarda ürək transplantasiyası həyata keçirildi. Mövzumuz bugün qaraciyər, böyrək transplantasiyası ilə bağlıdır. Biraz kənar olsa da ümumiyyətlə soruşmaq istəyirəm ki, ölkəmizdə transplantasiyanın inkişafını necə görürsünüz? Əslində, transplantasiyanın inkişafı ciddi mənada
heç bir şey lazım, heç həkim olmağa belə ehtiyac yoxdur. Qonşu ölkələrlə belə qarşılaşdırsaq, ən uc nöqtədəyik. Qonşu ölkələrlə regionda transplantasiya sahəsində elə bir fərqimiz var ki, yerlə göy qədər. Biz çox irəlidəyik, həm elmi baxımdan, həm tibbi baxımdan, həm də əməliyyat olunmuş xəstələrin sayı baxımından. Digər tərəfdən meyit proqramı üzərində də əgər işimizi aparmış olsaq, meyit proqramında da regionda ilk yerdəyik, birinci yerdəyik. Halbuki qonşu ölkənin heç birində meyitdən hələ də orqan transplantasiya əməliyyatı icra olunmayıb. Biz artıq 11 beynülmə həyata keçmiş insandan orqanları alaraq transplantasiya əməliyyatını icra eləmişik. Bu bizim dövlətimizin, ölkə başçısının sosial sahənin xüsusi bir qrupu olan səhiyyəyə ayırdığı diqqətin sayəsindədir. Bu səhiyyənin inkişafı, bu təbii ki, səhiyyə sistemini təşkil edən orqanların, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığortanın, təbibin müştərək işinin sayəsindədir ki, bu işlər inkişaf edir. Məsələn, İcbari Tibbi Sığorta maliyyə tərəfini həll edirsə, təbibin nəzdində olan tibb müəssisələri var ki, hansı ki, mənbə xəstəxanalardır. Donorlarımızın hamısı o mənbə xəstəxanalarından çıxıb. Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən koordinasiya mərkəzidir ki, Səhiyyə Nazirliyinin göstərişi ilə koordinasiya mərkəzi işini mükəmməl şəkildə qurub. Və tibbi xidmət artıq yerlərdə də bu tibbi xidmət həyata keçirilir, verilir. Bu kompleks müştərək işin sayəsində əmələ gələn işdir və bu korporativ bir yanaşmadır. Hansı ki, bu yanaşmanın nəticəsində mən düşünürəm ki, gələcək səhiyyəmiz, gələcək təbabətimiz bu gündən də daha çox inkişaf edib, daha çox da irəli getmiş olacaq. Çox sağ olun, Cəlal doktor. Dəyərli izləyicilər, bugün orqan transplantasiyasının praktiki və tibbi tərəflərindən müzakirə etdik. Qonağımız cərrah transplantoloq Mircəlal Kazımı idi. Təşəkkür edirik bizi izlədiyiniz üçün. Sağ olun, sağlamlığınızın qeydinə qalın.